Salam. Keçən dəfəki videomuzda listening ilə bağlı sizə çox ümumi tövsiyələr vermişdim. Nələr eləmək olar, yəni nə tip videolara baxmaq olar və s. baxır. Bugünkü videomuzda isə daha spesifik məsələlərə toxunacağam və onlarla bağlı öz tövsiyələrimi verəcəm. Birinci məsələ, video yoxsa audio materiallar daha faydalıdır. Bununla bağlı əsas onu deyə bilərəm ki, yəni dinləmə qabiliyyəti nəzərə alın ki, daha çox sizin qulağınızla bağlı bir qabiliyyət, yəni dinləməklə bağlı adından da bəllidir və ona görə də tövsiyə eləyərdim ki, əgər mümkünsə daha çox audio materiallara qulaq asasınız, yəni misal üçün radio və yaxud podkastlar, məsələn bu tip materiallar sizin listeninginizi daha yaxşı inkişaf edəcək. Nəyə görə? Çünki misal üçün siz videoya baxanda bəzən əslində nə deyildiyini tam olaraq başa düşməsəz də, o hərəkətlərdən, görüntülərdən, vizual effektlərdən başa düşürsünüz nədən söhbət gedir və ona görə bir növ özünüzü aldatmış olursunuz ki, əslində başa düşürsünüz, amma reallıqda çox da başa düşmürsünüz orada danışılanı və bir növ ötüb keçirsiniz bunun üstündən. Amma listening eləyəndə, misal üçün radioya qulaq asırsınızsa və yaxud podkastda qulaq asırsınızsa, sırf qulaq asırsınız, yəni oturub konsentrasiyanızı o dinləməyə verirsiniz deyə bu sizin listeninginizi daha çox inkişaf elətdirir. Çünki həmin materiallarda siz artıq heç nə sizə kömək eləmir, ancaq sırf qulaq asmaqdan gedir söhbət. Təbii ki, mən demirəm ki, videolar heç kömək eləmir. Təbii ki, videolar da çox yaxşıdır, bəzən videolar da kömək olur, amma bacardıqca çalışın audio materiallardan daha çox istifadə edəsiniz, nəinki video materiallar. İkinci bir məsələ subtitrlarla, yəni altyazılarla bağlıdır. Əksərən soruşurlar ki, subtitr istifadə eləmək yaxşıdır yoxsa yox. Mən tövsiyə eləyərdim ki, çalışın bacardığınız qədər çox az istifadə edin. Ümumiyyətlə istifadə etməsəz daha yaxşı olardı. Amma təzə başlamısınızsa, ümumiyyətlə heç nə başa düşmürsünüzsə altyazısız, altyazı ilə müəyyən qədər getmək olar. Amma təbii ki, ingiliscə altyazı olmağı şərti ilə. Bəzən çünki görürəm ki, bəzi tələbələr Rusca və yaxud Türkçə və yaxud Azərbaycan dilində olan altyazılardan istifadə edirlər. Bu çox da kömək olmayacaq sizə. Digər bir məsələ isə hər şeyi bütünlüklə, hər sözü başa düşmək çox da vacib deyil. Yəni birinci, ilkin olaraq sizin məqsədiniz ümumi mənanı başa düşməkdir. Yəni qulaq asanda belə bir taktikadan istifadə edə bilərsiniz. Birinci, qulaq asın ümumi mənanı başa düşmək üçün. Ümumi mənanı başa düşəndən sonra artıq keçə bilərsiniz onda xüsusi detalları başa düşmək üçün ikinci dəfə qulaq asmağa və həmin vaxt artıq başa düşmədiyiniz sözlər olarsa, məsələn o sözləri öyrənib gələcəkdə daha yaxşı başa düşməyinizə kömək ola bilərsiniz və ən əsas məsələlərdən biri öz tələffüzünüzü inkişaf elətdiriniz. Çünki əgər sizin tələffüzünüz düzgün deyilsə, sözlərin düzgün tələffüzünü bilmirsinizsə, siz onu eşidəndə başa düşməyəcəksiniz. Misal üçün deyirəm, siz düşünürsünüzsə ki, put sözünü misal qoyaq da, onu pat kimi oxuyursunuzsa, bu çox adlı səhvlərdən biridir bu arada. Onu siz pat kimi oxuyursunuzsa, kimsə put deyəndə siz biraz qəribə gələcək, başa düşməyəcəksiniz ki, orada söhbət və yaxud blood sözünü blood oxuyursunuzsa, təbii ki, eşidəndə başa düşməyəcəksiniz orada söhbətindən gedir. Ona görə öz tələffüzünüzü də mütləq şəkildə düzəldin.